mən həmişə fəxr etmişəm. Bugün də fəxr edirəm ki, mən Azərbaycanlıyam. Hələ yaşayıram, gəlir nəfəsim, vətən uğrunda döyünür nəfsim. Sona qədər ölkəmə bağlıyam, çünki mən Azərbaycanlıyam. Ürəyimdə coşur doğma nəğmələr, vətən sevgisində dəli qanlıyam. Qəlbimdə əbədi kəlmələr, mən fəxr edirəm ki, Azərbaycanlıyam. Ürəyimdə coşur doğma nəğmələr, vətən sevgisində dəli qanlıyam. Qəlbimdə əbədi kəlmələr, mən fəxr edirəm ki, Azərbaycanlıyam. Mən fəxr edirəm ki, Azərbaycanlıyam. Odlar yurdumun azad gençleri, üç renkli bayrakla ordumda irəli. İnanarak biz tek Allah'a birlikte gedirik, ilhamda sabaha. Yüreğimde coşur doğma nəğmələr, vətən sevgisində dəli qanlıyam. Qəlbimdə əbədi kəlmələr, mən fəxr edirəm ki, Azərbaycanlıyam. Yüreğimdə coşur doğma nəğmələr, vətən sevgisində dəli qanlıyam. Qəlbimdə əbədi kəlmələr, mən fəxr edirəm ki, Azərbaycanlıyam. 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 Salam, hər vaxtınız xeyirli olsun istəkli tamaşaçılar, studiyamızın qonaqları və yarışmamızın iştirakçıları. Mən Azərbaycanlıyam Milli Bilik yarışmasının bütün yaradıcı heyəti adından bu anda bizi izləyən hər kəsi salamlayırıq. Yarışmamızın maraqlı oyunları davam edir. Və onu da qeyd edək ki, bugünkü bilik savaşı bizi finala bir addım da yaxınlaşdıracaq. İntellektuallarımız artıq döyüşə hazırdırlar. Biz də onlarla yarışma hazırıq. Belə olan halda zamanımızı itirməyək və dərhal onlarla tanışlığa keçək. Beləliklə, tanışlıq. Gülçin Zeynalova, İlqar Abbasov, Nisə xanım Mustafayeva, Gülsüm Zeynalova, Arzu Məmmədova, İslam İslamzadə, Ülviyə Abbasova, Eltun Nağıyev, Murad Babayev və Seyfəddin Maqsudov. Əziz tamaşaçılar, intellektuallarımızla tanış oldu. Sırada isə təşəkkürlərimiz var və mən ilk olaraq yarışmamızın birbaşa təşəbbüskarı olan Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyindən təşəkkürümüzü bildirmək istəyirəm. Gənclərimizə hədiyyələri təqdim edən və bizə hər cür texnoloji dəstək verən Azərbaycan Respublikası Rabitə və Yüksək Texnologiyaları Nazirliyinə də təşəkkürümüzü bildiririk. Təhsil Nazirliyinə də təşəkkürlərimiz var. Və təbii ki, yarışmamızı ölkəmizdə və onun hüdudlarından kənarda milyonlarla tamaşaçılara yayımlayan Azərbaycan televiziyasına dərin minnətdarlığımızı bildirmək istəyirik.
Təşəkkürlərimiz bu qədər. İndi isə əziz iştirakçılar, intellektuallarımız, mən sizə oyunumuzun qaydaları haqqında məlumat vermək istəyirəm. Bizim yarışmamız 3 turdan ibarətdir. Seçim, oyun və final turlarından və əlbəttə ki, oyun əsnasında mən hər turun qaydaları haqqında sizə məlumat verəcəm. İlk seçim turumuz olduğu üçün onun haqqında demək istəyirəm. Seçim turumuzda qaydalar belədir. Mən seçim sualını səsləndirəcəm. Vaxt getdi deyəcəm. Studiyada zil səslənəcək. Bax bu. Bu səsdən sonra siz düymələri basırsınız və kimin işığı birinci yansa, o cavab vermək hüququ qazanır. Düzgün cavab verilsə, həmin iştirakçı bura dəvət olunacaq və biz yarışmamıza başlayacağıq. Şərtlər aydındırsa, aydındır şərtlər. Aydındırsa, gəlin başlayaq. Seçim sualı. Sual belədir. Osmanlı səyyahı Övliya Çələbi bu şəhər haqqında yazırdı. 17-ci əsrin əvvəllərində olduğu kimi, əsrin ikinci yarısında da bu şəhər Qarabağ bəylərbəyliyinin iqamətgahı və Qacar sülaləsinə məxsus əyanların məskəni olaraq qalırdı. Sözü gedən bu şəhər hansıdır? Vaxt getdi. Elton Nağıyev, Elton. Mənim fikrimcə bu sualın cavabı Gəncə şəhəridir. Bəli, bu Gəncə şəhəridir, düzdür. Əziz tamaşaçılar, yarışmamızın ilk iştirakçısı Elton Nağıyevdir. Elton, buyurun. Elton, xoş gördük. Çox sağ olun. Necəsiz? Çox sağ olun. Necəsiz? Biz də yaxşıyıq. Elton Nağıyev, mən tamaşaçılara bildirməliyim ki, Elton bizim yarışmalarımızda ən faal iştirakçılarından və qonaqlardan biridir və neçə dəfə bizim intellektuallarımıza kömək edib. Biz Elton bugün də sizə uğurlar arzulayırıq. Çox sağ olun. Və sizi tanımayan tamaşaçılarımız da var yəqin ki, ona görə gəlin onlara özünüzü təqdim edəsiniz. Mən Nağıyev Elton Natiqoğlu, 1999-cu il sentyabrın ayının 18-də Tovuz rayonunun Əlbəli kəndindən anadan olmuşam. 2005-ci ildə Bakı şəhər Nərimanov rayon Natiq Tağıyev adına 212 saylı tam orta məktəbin 1-ci sinfinə daxil olmuşam. 2016-cı ildə həmin məktəbin məzun olmuşam və yüksək ballı ali məktəbə qəbul olmuşam. Maraqlarım bədii ədəbiyyata və tarixi şəxsiyyətlərədir. Ən sevdiyim tarixi şəxsiyyət Qəlbun hökmdarı Atilladır. Bədii ədəbiyyatdan isə həm dünya ədəbiyyatı, həm də Azərbaycan ədəbiyyatından maraqlanıram. Dünya ədəbiyyatından ən sevdiyim yazarlar Jack London, Victor Hugo. Azərbaycan ədəbiyyatından isə Səməd Vurğun, Cəfər Cabbarlı, Cəlil Məmmədquluzadə, Mircəlar. Aydındır. Bu çox gözəldir ki, siz ədəbiyyatla da maraqlanırsınız. Çünki bizim yarışmamızda dünya görüşü də, insanların, iştirakçılarımızın dünya görüşü də çox vacib bir amildir. Biz sizə uğurlar arzulayırıq və oyun turumuzun şərtləri haqqında sizə məlumat vermək istəyirəm. Əslində, oyun turumuzun şərtləri haqqında sizdə kifayət qədər məlumat var. Amma yenə də bizim qaydalarımız dəyişməz olaraq qalır. 5 mövzu, dil və ədəbiyyat, tarix və etnografiya, coğrafiya, mədəniyyət və incəsənət və ümumi mövzu. Bu 5 mövzudan siz yalnız 3-ünü seçə bilərsiniz. Çünki hər mövzuda 3 sual var. Ümumilikdə isə siz 9 suala cavab verməli olacaqsınız. 2 dəfə zala müraciət edə bilərsiniz və 20 saniyə vaxt sizə veriləcək düşünməyə. Şərtlər aydındır. Aydındırsa keçək mövzu seçiminə. Buyurun. Tarix və etnografiya. Tarix və etnografiya. Elton Nağıyev tarix və etnografiyanı seçdi və biz Eltondan tarix və etnografiya mövzusunda oyunumuza başlayırıq. Elton, ilk sual tarix və etnografiyadan sual belədir. Hülakülər dövlətində dövlətə məxsus torpaqlar divan adlanırdı. Bəs hökmdar və xan nəslinə məxsus olan torpaqlar necə adlanırdı? Vaxt getsin? Getsin. Vaxt getdi. Dövlətə məxsus torpaqlar divan adlanırdı. Bəs hökmdar və xan nəslinə məxsus olan torpaqlar vaxt bitdi, Elton. İncu torpaqları. Necə? İncu torpaqları. Deməli, cavabınız? İncu torpaqları. İncu torpaqları. Qəbul edeyim? Bəli. Qəbul elədim. Bu torpaqlar İncu adlanırdı, düzdür. Növbəti sual. Qara Yusif idarəçilik hüququnu özündə saxlayaraq 1411-ci ildə bu şəxsi sultan elan etdi və Qaraqoyunlu taxtına çıxartdı. Qara Yusifin oğlu olan bu şəxs kimdir? Vaxt getdi. Qara Yusifin oğlu olan bu şəxs kimdir?
Pir budaq. Pir budaq. Bəli. Tamamilə doğrudur. Pir budaq. Və üçüncü sual tarix və etnoqrafiyadan. Mirzə Həsən Rüşdiyyə tərəfindən 1887-ci ildə Təbrizdə açılan yeni tipli Üsuli Cədid məktəbinin adı nə idi? Vaxt getdi. (1887-ci il Təbriz). Cavab verirsiniz? Dəbistan. Yox, necə? Dəbistan. Dəbistan. Dəbistan deyirsiniz. Bəli, Dəbistandır. Belə, Elton, tarix və etnoqrafiyanı bitirdiniz və növbəti mövzu Dil və ədəbiyyat. dil və ədəbiyyat. Elton dil və ədəbiyyatı seçdi və biz Eltondan dil və ədəbiyyat mövzusunda oyunumuzu davam etdiririk. Qüdsi xoşdur Əmsar adlı məskənin, şəhərlərdən çox üstündür öz kəndin. Bu misraların müəllifi kimdir? Vaxt getdi. Suala fikir verin. Qüdsi xoşdur Əmsar adlı məskənin, şəhərlərdən çox üstündür öz kəndin. Qüdsi xoşdur Əmsar adlı məskənin, şəhərlərdən çox Abbasqulu Ağa üstündür. Bakıxanov. Cavabınız? Abbasqulu Ağa Bakıxanov. Necə tapdınız onu? Qüdsi həm də Abbasqulu Ağa Bakıxanovun təxəllüsüdür. Tamamilə doğrudur. Olur ki, sualın içində olan sözlərə və verilən məlumatlara diqqət yetirin. Növbəti sual dil və ədəbiyyatdan. Məntiqilik, ardıcıllıq, konkretlilik, dəqiqlik hansı funksional üslubun əsas əlamətləridir? Vaxt getdi. Məntiqilik, ardıcıllıq, konkretlilik, dəqiqlik. Funksional üslub. Elmi üslub. Necə? Elmi üslub. Elmi üslub. Düzdür, elmi üslubdur. Təbii ki, elmi üslub. Və üçüncü sual dil və ədəbiyyatdan. Bu medalyonun içində bizim övladlarımızın Mehdiqulu ilə Xanbikənin şəkilləri qoyulub. Apar özünlə. Allah səni həmvətənlərinlə xoşbəxt eləsin. Bu cümlələr 20-ci əsrin ikinci yarısında qələmə alınmış hansı əsərdəndir? Vaxt getdi. Əsərdir. 20-ci əsrin ikinci yarısında qələmə alınmış. Bir pyesdəndir. İlyas Əfəndiyevin 1980-ci ildə qələmə aldığı Xurşudbanın Natəvan əsəridir və bu əsər ilə qadın ilk dəfə olaraq tarixi dramın baş qəhrəmanına çevrilir. Afərin. Düzdür. Ətraflı cavabınıza görə təşəkkür və dil və ədəbiyyatı da bitirdiniz. Üçüncü mövzu. Ümumi mövzu. Ümumi mövzu. Ümumi mövzunu seçirsiniz, olsun. Elton ümumi mövzunu seçdi və biz Eltonla ümumi mövzuda oyunumuzu davam etdiririk. Ümummilli lider Heydər Əliyevin 18 dekabr 2000-ci il tarixli sərəncamı ilə hər il avqustun 2-si hansı əlamətdar gün qeyd edilir? Vaxt getdi. Gülümsüyorsunuz, deyəsən düzgün cavab bilirsiniz. Bilirsiniz, elə mi? Vaxtın yasaqlanır. Daha dəqiq. Vaxt bitti. Kino günü. Kino günü. 2 avqust. Bəli. Nə kinosu günüdür? Azərbaycan kinosu günü. Təbii ki, əlbəttə ki, Azərbaycan kinosu günüdür. Avqustun 2-si, düzdür. Növbəti sual. O, 1945-ci ildə yaradılmış Azərbaycan Elmlər Akademiyasının ilk prezidenti seçilmişdir. Hazırda Respublika Klinik Xəstəxanası bu görkəmli akademikin
adını daşıyır. Haqqında danışdığımız bu şəxsiyyət kimdir? Vaxt getsin yoxsa? Getsin. Vaxt getdi. Çox məşhur bir faktdır. Bilməmiş olmaz. Yəqin ki, bilirsiniz. Fikirləşdim. Amma nədənsə- Daha dəqiq fikirləşdim. Bu şəxs həmçinin Azərbaycan Respublikasının ilk elmlər doktoru olmuşdu və Mirəsədullah Mirqasımov. Elton, siz məktəbdə oxuyarkən çox çılğın gənc idiniz. Amma indi ali məktəbə qəbul olandan sonra yaman təmkinli olmusunuz. Belə düşünürsünüz. Həyat Amma adamı dəyişdirir. aha, böyümüsüz deyəsən. Bu çox məşhur bir ailədir, məşhur bir soyaddır. Bəli. Oqtay Mirqasımov bizim görkəmli kinirejissorumuz, xalq artistimizdir. Ayan xan Mirqasımov Bəli. məhdər artist. Mirəsədullah Mirqasımovdur, düzdür? Belə, Elton, biz gəlib çatdıq 9-cu suala, o da ümumi mövzunun 3-cü sualıdır. Bu sual səsli sualdır. Səsli sualdır və hal-hazırda studiyada bir mahnının bir fraqmenti səslənəcək. Gəlin dinləyək. Gözümün nuru canım ağlar, değittin sen beni yana yana. Gözümün nuru canım ana, değittin sen beni yana yana. Odlusan gün kimi, bir kaynar hayat kimi. Borcluyam ben sana, sana bir evlat kimi. Aziz ana. Elton, dinlədiyiniz mahnı Rəşid Behbudovun ifasında ana mahnısıdır. Sözləri İslam Səfərliyə məxsus olan bu mahnının bəstəkarı kimdir? Bəstəkarı. Vaxt getdi. Böyük bəstəkarlarımızdan biri. Köməkdən Şimdi istifadə daha etmək dəqiq istəyir. bilirim. Rəşad Şahvəlinov Azərbaycan Dövlət İqtisad Universiteti Beynəlxalq İqtisadi Münasibətlər Fakültəsi 4-cü kurs. Mənim fikrimcə bu Cahangir Cahangirovdur. Rəşadın fikrincə bu bəstəkarın adı Cahangir Cahangirovdur. Qəbul edirəm. Qəbul edirsiniz. Çox gözəl mahnıdır, eləmi? Bəli. Dinlədikcə dinləmək istəyirsən. Onun sözləri İslam Səfərliyə məxsusdur, çox gözəl sözləri, şeyləri var. Eşq olsun bütün analara. Bəli. Bu Cahangir Cahangirovdur, düzdür. Elton, sizi təbrik edirəm. Çox sağ olun. Siz finaldasınız. Çox sağ ol. Finalda sizə uğurlar. Çox sağ ol. Görüşərik. Çox sağ ol. Buyurun. Əziz tamaşaçılar, biz isə keçid alırıq növbəti seçim turumuza. 1930-cu ildə təşkil edilən bu inzibati rayon 1959-cu ilə kimi Qaryagin rayonu adlanmışdı. Qaryagin. İran İslam Respublikası ilə həmsərhəddir. Orta əsrlərin dahi bir şəxsiyyətinin adını daşıyan bu rayonumuz hansıdır? Vaxt getdi. Gülşin xanım. Mənim fikrimcə bu Füzuli rayonudur. Füzuli rayonu. Düzdür, bu Füzuli rayonudur. Əziz tamaşaçılar, yarışmamızın növbəti iştirakçısı Gülçin Zeynalovadır. Gülçin xanım, buyurun. Gülçin xanım, xoş gördük. Xoş gördük. Necəsiz? Yaxşıyıq, sağ olun. Sizə uğurlar arzulayırıq.
Və gəlin sizinlə tanış olaq və tamaşaçılarımıza özünüz haqqında məlumat verin. Mən Zeynalova Gülçin, 1999-cu ildə Qax rayonunda anadan olmuşam. 2006-cı ildə 75 sayda orta məktəbin 1-ci sinifə daxil olmuşam. Hal-hazırda 11-ci sinif şagirdiyəm, 3-cü qrupa hazırlaşıram. Tərcüməçi olmaq istəyirəm, ingilis dili, Azərbaycan dili. Boş vaxtlarımda detektiv əsərlər oxumaq xoşlayıram, futbola baxıram, musiqi dinləyirəm. Hansı komanda azarkeşlik edirsiniz? Dünya çempionatında Almaniya, La Ligada Barcelona, Azərbaycanda Qarabağ. Maşallah, siz La Liqanı da bilirsiniz, bizim liqamızı tanıyırsınız. Yaxşı. Və siz detektivləri dediniz, oxumaq xoşlayırsınız. Hansı müəlliflərin yazdığı detektivləri? Dünya ədəbiyyatında Agatha Christie, Dan Brown, Azərbaycan ədəbiyyatında isə Çingiz Abdullayev, Elxan Əvətdir, Müşfiq xan. Aydındır. Siz deməli, əgər detektivləri oxumaq xoşlayırsınızsa, deməli siz hüquqşünaslığa meyillisiniz. Nə əcəb hüquqşünas olmaq istəmirsiniz? Əslində onu da istəyirdim ki, seçim arasında qalmışdım. Amma İngilis dili necə bilirsiniz? normal yəni. Normal. Agatha Christie nə dildə yazıb öz əsərlərini? Yəni onları, Agatha Christie'nin detektivlərinin, kitablarının orijinal dili nə dildir? İngilis dili. Mən arzu edirəm ki, siz ingilis dilini mükəmməl bilib, öyrənib, həmin əsərləri orijinalda oxuyasınız. Sizə uğurlar, oyun turumuzun şərtləri yəqin ki, yadınızdadır. Gəlin keçə mövzu seçiminə, buyurun seçə bilərsiniz. Tarix və etnografiya. Tarix və etnografiya. Gülçin Zeynalova tarix və etnografiyanı seçdi və biz Gülçinlə tarix və etnografiya mövzusunda oyunumuza başlayırıq. Gülçin xanım, xanlıqlar dövründə təsərrüfatı, torpağı və əmək alətləri olmayan kəndlilər rəncbər adlanırdı. Bəs hansı xanlıqda belə kəndlilər əkər adlanırdı? Əkər. Vaxt getsin. Necə? Lənkəranda. Yəni Lənkəran xanlığı. Lənkəran xanlığı. Düzdür, Lənkəran xanlığı. Növbəti sual. Hülakülər dövlətində 1319-cu ildə başlanan üsyanda Qəmçıların ordusu məğlub edildi. Qəmçıların ordusu ilə döyüşdə göstərdiyi igidliyə görə Əbu Səidə hansı ləqəb verildi? Vaxt getdi. Əbu Səidə hansı ləqəb verildi? Göstərdiyi igidliyə görə. Bilərik ki, vaxt bitdi Gülçin xanım və sizin cavabınız ya da versiyanız varsa? Kömək götürün. Bəli. Kömək götürürsünüzsə, gəlin müraciət edək bizim qonaqlarımıza. Kömək edənlər var. Buyurun Rəşad. Rəşad Şahveryanov, Azərbaycan Dövlət İqtisad Universiteti Beynəlxalq İqtisadi Münasibətlər Fakültəsi 4-cü kurs. Mənim kimsə bu Bahadur ləqəbi verilmişdi. Bahadur. Rəşadın fikrincə bu Bahadur ləqəbidir. Nə fikirləşirsiniz? Razılaşaq? Versiyam yoxdur. Versiyanız olmadığından daha doğrusu siz Rəşadın cavabı ilə razılaşırsınız. Biz də qəbul edirik və Əbu Səidə Bahadur ləqəbi verildi. Düzdür. Bir köməyiniz getdi Gülçin xanım. Və üçüncü sual tarix və etnografiyadan. O, Xəzani təxəllüsü ilə şeirlər yazmışdı. Onun kitabı Tarixi Qarabağ əsəri xanlığın yaranmasından Türkmənçay müqaviləsinə qədərdəki dövrdə baş vermiş hadisələri işıqlandırır. 1819-1894-cü illərdə yaşayan bu şəxs kimdir? Sual aydın oldu. Vaxt getdi. Xəzani təxəllüsü ilə şeirlər yazmışdı. Kitabı Tarixi Qarabağ. Vaxt bitdi Gülçin xanım. Kömək götürün. Kömək götürürsünüz. Buyurun. Maqsud Mehraz Ekologiya və Bakı Dövlət Universiteti Ekologiya və Torpaq Şənaxtı Fakültəsi 2-ci kurs. Mənim fikrimcə cavab Mir Mehdi xanı Xəzani olmuşdur. Belə bir versiya səsləndir. Mir Mehdi Xəzani.
Siz razılaşırsınız bu versiya ilə. Onda mən də cavabınızı qəbul edeyim. Qəbul elədim. Bu Mir Mehdi Xəzani ya da Həşimzadə. Düzdür. Bu şəxs haqqında eşitmisiniz, məlumatınız var idi. Yadımdan çıxmışdı. Yadınızdan çıxmışdı. Yadınızdan çıxmışdı və bir köməyiniz getdi. İkisi də getdi. İkisi də getdi, amma indi birisi getdi. Bu, amma tarix və etnografiya mövzusunu bitirdiniz. Və növbəti mövzu. Dil və ədəbiyyat. Burada da var. Dil və ədəbiyyat. Ədəbiyyatla aranız necə də yaxşıdır? Çünki orada həm dilçilikdən, həm də ədəbiyyatdan suallar olur. Gülçin dil və ədəbiyyatı seçdi və biz Gülçinlə dil və ədəbiyyat mövzusunda oyunumuzu davam etdiririk. Gülçin xanım, yeni dövr Azərbaycan ədəbiyyatının ikinci mərhələsində yazılan Görmədim qoşmasının müəllifi kimdir? Vaxt getdi. Görmədim qoşmasının müəllifi. Azərbaycan ədəbiyyatının yeni dövr, Azərbaycan ədəbiyyatının ikinci mərhələsində yazılan. Molla Pənah Vaqif. Buyur. Molla Pənah Vaqif. Molla Pənah Vaqif. Yeni dövr Azərbaycan ədəbiyyatının ikinci mərhələsində Molla Pənah Vaqif Görmədim qoşmasının müəllifidir. Hər halda Gülçin xanım, köməyiniz yoxdur. Yəni siz öz biliklərinizə arxalanıb cavab verməlisiniz. Cavabınız? Molla Pənah Vaqif. Molla Pənah Vaqif. Qəbul edeyim? Qəbul elədim. Molla Pənah Vaqif. Yeni dövr Azərbaycan ədəbiyyatının ikinci mərhələsində yazılan Görmədim qoşmasının müəllifi Aşıq Ələskərdir. Səhvdir cavab. Gülçin xanım, yeni dövr Azərbaycan ədəbiyyatının ikinci mərhələsi deyiləndə nəyi nəzərdə tutulur sizcə? Sizcə Molla Pənah Vaqif yeni dövr Azərbaycan ədəbiyyatının ikinci mərhələsi, özdə ikinci mərhələsinə onu aid eləmək olar? Yox, bəs niyə dediniz Molla Pənah Vaqif? Görmədim müxəmməsi var. Siz yəqin o müxəmmənlə qoşmanı səhv salmışsınız. Eybi yox. Bu bir oyundur, bir yarışmadır. Təşəkkür edirik sizə. Üzülməyin, biz sizə uğurlar arzulayırıq. Çox sağ olun. Buyurun. Hörmətli tamaşaçılar, biz keçirik növbəti seçim turumuza. Sual belədir. 2008-ci ilə kimi Xanlar rayonu adlanmış inzibati rayon hansıdır? Vaxt getdi. İslamzadə. İslam buyurun. Mənim fikrimcə bu rayon Samux rayonudur. Səhvdir cavabınız. Samux rayonu, Xanlar rayonu adını daşımayıb heç vaxt. Vaxt getdi. Murad Babayev. Murad buyurun. Mənim fikrimcə bu Göygöl rayonudur. Təbii ki, bu Göygöl rayonudur, düzdür. Yarışmamızın növbəti iştirakçısı Murad Babayevdir. Murad, buyurun. Murad, xoş gördük. Xoş. Sizə uğurlar arzulayırıq və özünüz haqqında zəhmət olmasa məlumat verin tamaşaçılarımıza. Mən Murad Babayev, 1997-ci ildə Cəlilabad rayonunda anadan olmuşam. 2004-cü ildə Əmir rayonunun Göytəpə şəhər 1 sayılı orta məktəbinə getmişəm. 2014-2015 tədris ilində məktəb məzunu olmuşam. Həmin ildə də Azərbaycan Universitetinə qəbul olmuşam. Hal-hazırda Azərbaycan Universitetinin Dövlət və Bələdiyyə İdarə Etmə ixtisasında təhsil alıram. Bu qədər. Maraqlarınız? Futbol oynamaq, PlayStation oynamaq. Belə. Yəni PlayStation-da yəqin ancaq futbol oynayırsınız da. Aydındır. Murad, bir də uğurlar sizə. Oyun turumuzun şərtləri haqqında məlumatınız var. Gəlin keçək mövzu seçiminə. Buyurun. Tarix və etnografiya. Tarix və etnografiya. Murad tarix və etnografiyanı seçdi və biz Muradla tarix və etnografiya mövzusunda oyunumuza başlayırıq.
Birinci sual. Bu saray 1763-cü ildə inşa edilmişdi. Sarayın fasadı başdan başa şəbəkə üslublu şüşəbəndlə tikilmişdi. Yaradıcısı Usta Abbas Qulu güman olunan bu möhtəşəm abidə hansıdır? Vaxt getdi. Belə, cavabınız 1763-cü ildə. Şəkixan sarayı. Soruşursunuz, cavab verirsiniz. Şəkixan sarayı. Şəkixan sarayı. Bu çox gözəl bir binadır. Şəkidə yerləşir və bu Şəkixan sarayıdır, düzdür? Növbəti sual. 1920-ci il may ayının 25-i 26-sında baş vermiş bu üsyana Cavad bəy Şıxlinski, General Məmməd Mirzə Qacar, Polkovnik Cahangir bəy Kazımbəyov və başqalarından ibarət hərbi şura rəhbərlik edirdi. Bu üsyan hansı şəhərdə olmuşdu? Vaxt getdi. Murad, vaxt bitdi. Buyurun, cavabınız. Gəncə şəhəri. Düzdür. Murad, tarix və etnografiyadan 3-cü sual. Sual belədir. 17-ci əsrdə pay torpağına və şəxsi təsərrüfata malik olan, həm feodala, həm də dövlətə vergi və mükəlləfiyyətlər ödəyən kəndlilər rəiyyət adlanırdı. Rəiyyət. Bəs iş heyvanı, istehsal alətləri, toxumu olan, feodaldan aldığı torpağı özü becərən kəndlilər necə adlanırdı? Vaxt getdi. Köməkdən istifadə edin. Köməkdən istifadə eləmək istəyirsiniz. Buyurun, bilən varsa kim gəlsin köməkdən istəyir? Buyurun. Üzeyir Mustafayev, Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəsi Akademiyası. Məncə bu sualın cavabı Hampadır. Hampa. Üzeyir deyir ki, bu Hampadır. Razı. Biz də qəbul elədik cavabınızı. Bu, həqiqətən də Hampadır, düzdür. Belə, tarix və etnografiyanı bitirdiniz Murad və növbəti mövzu Azərbaycan dil və ədəbiyyat. Dil və ədəbiyyat. Murad dil və ədəbiyyatı seçdi və biz Muradla dil və ədəbiyyat mövzusunda oyunumuzu davam etdiririk. Murad, hansı funksional üslubda arxaik leksika, əski sintaktik konstruksiyalar uzun zaman mühafizə oluna bilir? Vaxt getdi. Yəni, funksional üslubun adı lazımdır. Arxaik leksika, əski sintaktik konstruksiyalar uzun zaman mühafizə oluna bilir. Vaxt bitdi, buyurun. Sual aydın olmadı sizə deyəsən. Sualın mahiyyəti. Köməyiniz var. Götürürsünüz köməyi yoxsa? Götürürsünüz köməyi. Qəzənfər Kərimov, Bakı Dövlət Universiteti Beynəlxalq Münasibətlər ixtisası 4-cü kurs. Mənim fikrimcə bu sualın cavabı rəsmi işgüzar üslubdur. Qəzənfər deyir ki, bu rəsmi işgüzar üslubdur. Qəbul edirsiniz? Biz də qəbul elədik və Qəzənfərə böyük təşəkkürlər. Çünki bu həqiqətən də rəsmi işgüzar üslubdur, düzdür. Yəni, rəsmi işgüzar üslubunda qəbul olunmuş sözlər, yəni əvvəldən necə də olursa, elə də davam eləyir və dəyişmir bu sintaktik konstruksiyalar. Növbəti sual. Ədəbiyyatşünaslıqdan sözündə neçə leksik şəkilçi var? Vaxt getdi. Ədəbiyyatşünaslıqdan
Vaxt bitdi. Buyurun. Ədəbiyyatşünaslıqdan sözündə neçə leksik şəkilçi var? Vardır. 3. 3. Hansılar? İyyat. Şunas, bir də ılıq. Tamamilə doğrudur. 3. Və dil və ədəbiyyatdan sonuncu, 3-cü sual. 14-cü əsrdə yazılmış Fərhadnamə əsərinin müəllifi kimdir? Vaxt getdi. 14-cü əsrdə yazılmış Fərhadnamə əsərinin müəllifi kimdir? Köməklər bizim iştirakçılarımıza adətən ədəbiyyat suallarında lazım olur. Təəssüf ki, siz köməklərinizi işlətmisiniz və özünüz cavab verməli olacaqsınız. Buyurun. Olsun Füzuli. Füzuli. 14-cü əsrdə yazılmış Fərhadnamə əsərinin müəllifi. Qəbul edeyim? Bir dəqiqə. Cavabınız Murad? Yenə Füzuli. Füzuli. Yenə Füzuli deyirsiniz. Olsun Füzuli. Füzuli. Füzuli, yəni Məhəmməd Füzuli, yəni siz onu nəzərdə tutursunuz, neçənci əsrlərdə yaşayıb və yaratmışdır. Deyə bilərsiniz? Bax, kömək, ona görə dedim ki, köməklər belə suallarda lazım olur. Fərhadnamə əsərinin müəllifi isə Arif Ərdəbilidir. Arif Ərdəbili. Çox təəssüf. Murad, çox təəssüf. Amma üzülməyin, bu bir yarışmadır, bu bir oyundur. Biz sizə uğurlar arzulayırıq. Çox sağ olun. Buyurun. Əziz tamaşaçılar, biz keçirik növbəti seçim turumuza. Seçim sualı belədir. Afurca şəlaləsi hansı rayonumuzun ərazisindədir? Vaxt getdi. Gülsüm Zeynalova. Gülsüm xanım, buyurun cavabınız. Fikrimcə Quba şəhəri. Quba rayonu. Quba rayonu. Bəli, bu Qubadır, düzdür. Yarışmamızın növbəti iştirakçısı Gülsüm Zeynalovadır. Gülsüm xanım, buyurun. Gülsüm xanım, xoş gördük sizi. Necəsiniz? Yaxşımsınız. Biz də yaxşıyıq, çox sağ olun. Özünüzü təqdim edin, xahiş edirəm. Mən Gülsüm Zeynalova 1996-cı ilin aprel ayında Qax rayonunda olmuşam. 2002-ci ildə Sabunçuran 75 saylı orta məktəbin 1-ci sınıfa daxil olmuşam və 2013-cü ildə isə həmin məktəbi bitirmişəm və həmin il Azərbaycan Dövlət İqtisad Universitetinin menecment ixtisasına daxil olmuşam və hal-hazırda da 4-cü kurs tələbəsiyəm. Gələcək menecersiz deməli, eləmi? Maraqlarınız haqqında bəlkə məlumat verəsiniz bizə? Maraqlarım daha çox boş vaxtlarımda bədii evat oxuyuram. Beləcə də futbola baxmağı xoşlayıram. Futbola baxmağı xoşlayırsınız? Hansı komandalar azarkeşlik edirsiniz? Barcelona, Bayern Münhen. Yaxşı seçimdir. Gülsüm xanım, sizə uğurlar və gəlin keçək mövzu seçiminə. Tarix və etnografiya. Tarix və etnografiya. Gülsüm tarix və etnografiyanı seçdi və biz Gülsümlə tarix və etnografiya mövzusunda oyunumuza başlayırıq. Bu dövr eradan əvvəl 7-ci minilliyi əhatə edir. Bu dövrdə insanlar ilk dəfə saxsı qablar hazırlamağı, daş alətləri cılалamağı və teşməyi öyrənirlər. Toxuculuğun meydana gəldiyi bu dövr hansıdır? Neolit dövrü. Tamamilə doğrudur. Neolit dövrü. Gülsüm xanım, növbəti sual. Şamaxı xanlığı 1820, Qarabağ xanlığı 1822-ci ildə ləğv edildi. Bəs 1826-cı ildə ləğv olunan xanlıq hansı idi? Lənkəran xanlığı. Tamamilə doğrudur. Lənkəran xanlığı. Və tarix və etnografiyadan 3-cü sual, bu mövzunun sonuncu sualıdır. 1607-ci ilin iyununda 1-ci Şah Abbas tərəfindən Şirvan Osmanlılardan azad olunduqdan sonra bura hakim kim təyin edildi? Vaxt getsin. Vaxt getdi. Şirvan Osmanlılardan azad olunduqdan sonra bura hakim kim təyin edildi?
istifadə edirəm. Heç versiyanız yoxdur. Köməkdən istifadə eləmək istəyir Gülsüm xanım. Maksud Mehraz Bakı Dövlət Universiteti Ekologiya və Torpaqşünaslığı Fakültəsi 2-ci kurs. Mənim fikrimcə bu Qazqumluqlu Surxay xan olmuşdur. Mehrac deyir ki, bu Surxay xandır. Yəni Şirvana hakim təyin olunan xan Surxay xan idi. Başqa versiyası olan var. Başqa versiyası, siz qəbul etmirsiniz bu versiyanı? Qəbul etmirsiniz. Çox sağ olun Mehrac, buyurun. Sizin ikinci kömək şansınız da var. Kömək yoxdur deyəsən. Kim idi o hakimin? Hansı xan idi o? Səfər xan. Səfər xan. Səfər xan deyirsinizsə, qəbul eləyək? Qəbul edin. Qəbul elədik. Başqa versiyanız yoxdur. Məcburam sizin bu Səfər xan versiyanızı, cavabınızı qəbul edeyim və qəbul da elədim. Siz köməyi qəbul etmədiniz. Özünüz də Səfər xan dediniz. İkinci köməyiniz də var idi, amma sizə təəssüf olsun ki, kömək eləyən olmadı. Və nə kömək edilən cavab, nə sizin cavabınız düz deyil. Düzgün cavabı isə Zülfüqar xandır. Zülfüqar xan. Çox təəssüf Gülsüm xanım. Belə də olur. Üzülməyin, sizə uğurlar arzulayırıq. Çox sağ olun. Biz isə əziz tamaşaçılar keçid alırıq növbəti seçim turumuza. Seçim sualı. Bu şəhərin əsasının qoyulması Qarabağ xanlığının banisi Pənah Əli xan Cavanşirin adı ilə bağlıdır. Söhbət hansı şəhrimizdən gedir? Vaxt getdi. Ülviyə Abbasova. Ülviyə xanım. Mənim fikrimcə bu Ağsu. Səhvdir cavabınız. Ağsu. Vaxt getdi. Seyfəddin Maqsudov. Seyfəddin, buyurun. Mənim fikrimcə bu Şuşa şəhəridir. Təbii ki, bu Şuşa şəhəridir, düzdür. Yarışmamızın növbəti iştirakçısı Seyfəddin Maqsudovdur. Seyfəddin, buyurun. Seyfəddin, necəsiz? Çox sağ olun, yaxşı olar. Xoş gördük. Sizə uğurlar arzulayırıq və özünüz haqqında məlumat verin zəhmətiniz. Mən Maqsudov Seyfəddin. 1995-ci il noyabr ayının 3-də Sabirabad rayonunda anadan olmuşam. Özüm əslində Cəbrayıl rayonundanam. 2013-cü ildə Cərəmatan 2 saylı orta məktəb bitirmişəm. Sumqayıt Dövlət Universitetini Tarix Coğrafiya ixtisasında 4-cü kursda təhsil alıram. Maraqlarım əsasən kitab oxumaq, futbol oynamaq, həm canlı, həm PlayStation. Belə həm də NASA-nın yenilikləri ilə maraqlanıram, məlumatları ilə maraqlanıram. Bu qədər. Aydındır. NASA-nın ən son verdiyi ən maraqlı xəbər hansı idi? Juno Perkinin Yupiterə getməyi. Düzdür. Seyfəddin, bizim oyun turumuz haqqında məlumatınız varsa, yadınızdadır, gəlin keçək mövzu seçiminə. Buyurun, seçə bilərsiniz. Coğrafiya. Coğrafiya, təbii ki. Seyfəddin coğrafiyanı seçdi və biz Seyfəddindən coğrafiya mövzusunda oyunumuza başlayırıq. Seyfəddin, birinci sual. Bazar yurt, Tufan dağ, Şah dağ, Bazar düzü sadalanan zirvələrdən hansı Baş Qafqaz silsiləsində yerləşmir? Vaxt getsin. Bir dəqiqə. Vaxt getsin. Getsin. Vaxt getdi. Şahdağ. Şahdağ. Bəli. Düzdür, Şahdağdır. Növbəti sual coğrafiyadan. Bu, təbii halda yalnız Eldar düzündə, Qabırlı çayının sağ sahilində yayılmış nadir ağac növüdür. Hündürlüyü 20 metrə çatır, düz gövdəli və geniş kətirlidir. Sözü gedən bu ağac hansıdır? Vaxt getdi.
Seyfəddin, buyurun, vaxt. Fikrimcə Eldar Şamı. Eldar Şamı. Tamamilə doğrudur. Eldar Şamı, əlbəttə ki. Və üçüncü sual. Bu su anbarı 1971-ci ildə istismara verilmişdi. Qidalanma mənbəyi Araz çayıdır. Baş Mil kanalı məhz bu su anbarından, su qovşağından başlayır. Sözü gedən bu su anbarı hansıdır? Vaxt getdi. Seyfəddin, buyurun, cavabınız? Ağlıma gəlmədi, kömək götürmək istəyirəm. Kömək götürürsünüz, buyurun. Kim kömək eləsin sizə? Buyur, qardaş. Heydərov Bəxtiyar, mənim fikrimcə bu Bəhramtəpə su anbarıdır. Necə? Bəhramtəpə su anbarı. Qəbul etmirəm. Qəbul etmirsiniz. Onda? Milmuğan su qovşağı. Milmuğan deyirsiniz, yəni özünüz deyirsiniz. Çaşdırıcı şey siz var, niyə Araz kömək çayıdır götürürsünüz? mənbəyi. Əgər bilirdinizsə. Ha? Deməli, cavabınız? Milmuğan su qovşağı. Milmuğan su qovşağı, su anbarı. Və bu su anbarı, su qovşağı Milmuğandır, düzdür. Amma bir köməyiniz getdi. Bu coğrafiya mövzusu idi və növbəti mövzu? Tarix və etnografiya. Tarix və etnografiya. Seyfəddin tarix və etnografiyanı seçdi və biz Seyfəddinlə tarix və etnografiya mövzusunda oyunumuzu davam etdiririk. Seyfəddin, Hacı Çələbinin oğlu olan bu şəxs atasının vəfatından sonra Şəki xanlığında hakimiyyətə gəldi. Lakin tezliklə Məhəmməd Həsən xan tərəfindən öldürüldü. Sözü gedən bu şəxs kimdir? Vaxt getdi. Buyurun Seyfəddin, cavabınız? Variantım yoxdur, kömək istəyirəm. Kömək istəyirsiniz. Kim kömək eləsin? Mehrac. Mehrac. Mehraz Maqsudlu Bakı Dövlət Universiteti Ekologiya və Torpaq Fakültəsi 2-ci kurs. Mənim fikrimcə bu Hüseyn xan olmuşdur. Hüseyn xan. Qəbul edirəm. Qəbul edirsiniz. Bəli. Mən də qəbul edeyim cavabı? Bəli, bəli. Elədim. Seyfəddin, sizə bildirməliyəm ki, sözü gedən bu şəxs Ağa Kişi bəydir. Cavabınız səhvdir. Seyfəddin, sağ olun, sizə uğurlar. Çox sağ olun. Buyurun. Əziz tamaşaçılar, bir finalçı ilə biz keçid alırıq final turumuza. Beləliklə, final. Əziz tamaşaçılar, bugünkü yarışmamızın cəmi bir finalçısı var. Elton Nağıyev və mən məmnuniyyətlə Eltonu final turuna dəvət edirəm. Elton, buyurun. Əziz tamaşaçılar, biz final turundayıq və finalda bugün bizim yarışmamızda bir finalçımız var, Elton Nağıyev. Elton, sizi finala gəlib çatmağınız münasibətilə təbrik edirəm. Çox sağ olun. Bugün siz finalda təksiniz. Ona görə mən final turumuzun qaydaları haqqında sizə məlumat verməyəcəm. Çünki o qaydalar qüvvədə deyil. Siz tək olduğunuz üçün mən sizə final sualını səsləndirəcəm və sonra sizdən cavab istəyəcəm 20 saniyədən sonra. Şərtlərimiz çox aydındır və elementardır, hətta belə deyim. Final sualı. Mirzə İbrahimovun şəxsiyyət və cəmiyyət, sənətkar və mühit problemlərini əks etdirən bu əsəri tarixi dramdır. Əsər 1969-cu ildə qələmə alınmışdı. Piyes Azərbaycan xalqının azadlıq ümidlərinə təsir göstərən və təkan verən bədii nümunə kimi çox qiymətlidir. Azərbaycan dramaturgiyasında ilk dəfə olaraq Nəriman Nərimanovun bədii obrazının yaradıldığı bu əsər hansıdır? Közərən Ocaqlar dramı. Vaxt getməsin deyirsiniz. Oxumusunuz bu piyesi, bu dramı? Oxumamışam, amma anlayışım var. Anlayışınız var. Yəni nəzəriyyətli bilirsiniz. Bəli.
Elton, siz təksiniz finalda. Bəli. Rəqibiniz yoxdur. Bəli. Ona görə də intriqanı uzatmağın heç mənası yoxdur. Və bu Közənin Ocaqlar piyesidir. Mən sizi təbrik edirəm. Beləliklə, əziz tamaşaçılar, bugünkü yarışmamızın qalibi Elton Nağıyevdir. Buyurun Elton. Elton, təbrik edirəm sizi. Mən çox şad oldum bir də sizlə yarışmaq. Bu bizim yarışmamızda, bizim oyunumuzda. Və sizin hədiyyələriniz. Mən Azərbaycanlıyım intellektual oyununun qalibinin diplomu Gənclər və İdman Nazirliyinin diplomudur. Notebook, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin hədiyyəsi, o da sizindir. Sizin ürək sözlərinizi eşitmək istəyirik təbii ki. Buyurun. Mən ilk növbədə məni bu səviyyəyə çatdırdığına görə valideynlərimə və üzərimdə əmələ keçən hər bir kəsə öz təşəkkürümü bildirirəm. Və sizlərə öz təşəkkürümü bildirirəm ki, belə bir layihə açıb gənclərin intellektual sahəyə olan marağının artmasında əlinizdən gələni əsirgəmirsiniz. Və burada məni dəstəkləməyə gələn hər bir dostuma öz təşəkkürümü bildirirəm. Çox sağ olun. Xoş sözlərinizə görə çox sağ olun. Onu da qeyd edim ki, ilin qalibi adı uğrunda keçiriləcək yarışmada onluğun oyununda siz də iştirak edəcəksiniz və orada qalib gəlsəz, böyük finalda deməli ilin qalibi adı uğrunda mübarizə apara bilərsiniz. Biz sizə uğurlar arzulayırıq. Sağ olun. Görüşərik. Bu da bugünkü bilik savaşımızın sonu, hörmətli tamaşaçılar. Sizinlə bugünlük sağollaşmazdan əvvəl bir sitat səsləndirmək istəyirəm. Zamanın hər parçasını millətinə, vətənin adına dəyərləndirən gənclik, uca missiyaları çiynində daşıyan xalq qəhrəmanıdır. Bu cümlə Azərbaycan mətbuat tarixinin incilərindən sayılan Füyuzat jurnalında dərc edilmişdir. Bugün də aktuallığını itirməyən bu sözlər gənclərimizin üzərinə böyük məsuliyyət qoyur. Həqiqətən, gənclik uca missiyaları çiynində daşıyan qəhrəmandır. Bu missiyalardan biri də vətənimizi dünyada tanıtmaqdır. Odur ki, əziz gənclər, gəlin əcdadlarımızın bizə miras qoyduqları nəsihətləri unutmayaq. Əsrlərdən əsrlərə keçən ənənələri yaşadaq. Vətən üçün çalışaq. Onu şöhrətləndirmək üçün əlimizdən gələni əsirgəməyək. Bir sözlə Azərbaycanı tanıyaq və tanıdaq. Bugünlük isə bu qədər. Gələn həftə görüşərik. Hələlik.